Salam kardeşler. Bütün Müslüman Türk dünyasının Allah Novruz bayramını ve Ramazan bayramını kabul etsin. Ve bu münasibətle her birinizi tebrik edirəm. Tebrik edirəm Arazın o tayında kalan böyük Təbrizimizi, tebrik edirəm böyük Urmiyamızı ve diğer Azərbaycanın şəhərlərini ve Türk torpaqlarının her birini tebrik ederek, Kərkükü tebrik ederek bütün Türk dünyasını bir daha bayramını tebrik edirəm. Allah məni yaşatdı. Bildiğiniz kimi Türkiye'de mənə qarşı olan terror hadisəsi, suiqəst törədilməsi, baxmayaraq terrorçular tutuldu. Yetərin qədər ən ağır olan maddələrlə cəzalandırıldı. Ancaq buna baxmayaraq Azərbaycandan gedən və Azərbaycanda yaşayan bu günlərdə hələ də onları həzm etdirən, onların mənim vurulmaz göstərişimi verən bu gün də bayırda olaraq gəzir. Mən buna inanıram ki tez zamanda hər bir kəs öz cəzasını alacaq, cəzakar cəzalandıracaq, haqsızlığa qalib gələcək. Və bununla da hər bir törədilən cinayət, hər bir başladan müharibə heç vaxtı qansız, fədasız olmur. Ancaq biz Türklər, biz Azərbaycan Türkləri hər zaman bu çətinlikləri yaşamışıq və bu gün də yaşamadayıq. Bildiğiniz kimi Təbrizimiz, Urmiyamız hələ də bu günləri baş ağrı formada bayramlarını qeyd edirlər. Baxmayaraq Təbrizdə Azərbaycanın tarixini böyük hisslərlə, böyük bayram hissləriylə heç zaman unutmayan böyük Təbrizimiz hər zaman Türk dünyasının paytaxtı olmuşdur və bu gün də olmaqda davam edir. Biz inanırıq ki, Təbrizimizə kömək edə biləcəyik. Orada yaşayan qardaşlarımıza, bacılarımıza əlimizdən gələn dəstəyi verəcəyik və bildiyiniz kimi Ali Başkomandanımız da ilk olaraq əlində olan dəstəyi Təbrizimizə və yardımını bu bayram günündə də göndərmişdir. Və biz də inanırıq ki, hər bir cinayətkar, hər bir fərq yoxdur, hər bir ziyan vuran şəxs hər bir öz cəzasını alacaq. Yeni bayramda düzgün həyat davam edəcək. Ona görə bayramımızı bir daha təbrik edirəm. Bütün Türk dünyasını və bütün bacı qardaşlarımızı və bütün Müslüman aləmini bu iki bayram münasibəti ilə təbrik edirəm. Novruz Türk bayramı olub. Novruz Türkün Novruzudur. Novruzda bildiğiniz kimi qoçaqlar, zəngavarlar, igidlər hər zaman meydanlarda at çaparaq, qılınc oynadaraq və öz ənənələri ilə və Novruz bayramı qeyd olunmuşdur. Bu bayram münasibəti ilə bütün Müslüman, Türk qardaşlarımızı hər birini təbrik edərək onlara can sağlığı, uzun ömür diləyirik. Bayramınız mübarək olsun, böyük insanlar.